Ay havar saldık, ay Səbəlan değil, Savalandı. Səbəlan yazmayın Halbuki sab hemen savdı. Eski Türkçe'de sab yazılırdı. Sabınım ürtürdüm, taş töküdüm gönüldəki sabınım ürtürdüm. Sab söz, vəhy, sab yazılırmış. Ve bu ilə v bizim bir bilenimiz çıxıb demir ki, babam, bu ilə v'nın dəyişimi Türkçe'de normaldir. Bu cür elisiz, hay havarsasız deyirlər və ki, onlar kələmə sahibidirlər. O tərəfdə Səbəlan nə mənadə anlamı? Ne deyə bilərlər? Bar, var, bu viyadə keçi, baran, varancı deyirik. Bir, vir, yabız, yavız, yablak, yavlak, yalbar, yalvar, tebə, dəvə, dəvəçi deyirik, təbədir. Qadın formu. Ebir, evir, tabar, davar. Bax, ab. Deyirik, ağa, bu sizin abiyız bizdəndir. Av, ev, eb. Ab, av, eb, ev. Av, ev, ov deyirik, bu üçlü bəşəriyyətin başlanğıcı. Seb, sev. Van əki, van, ven. Yəni kələmənin özü ucalıq anlamında gəlib və ək olaraq da kullanılır və fiili ada dönüştürür. Məsələn, yayvan, yayılmaqdan. Van gələndə üstünə bunun anlamın biraz da mana yoxundur. Məsələn, qocaman, gözən, man, van, ban. Yaxşı, bunu çoxaldır. Açıq, yayıq, yaygın. Yaygın olaraq çox kullandığımız için. Bu amma van, v-b, ban geçip dərinin qoşmasında. Və dərinin qoşulmasında bu model şeyler ki biz artıq çox az kullanırıq, çoxca dəridə kullanıb və dəridə bir takım olaraq keçiblər. Və bizdə bu tərəfdə biraz az, yəni Türkçənin bir parçasıdır ki biz işlətməmişik. Hazır fiilin göstərdiyi işin mahiyyətini nitləyən isimlər yapar. Yəni mahiyyətini çoxaldır, netləşdirir. Yaxşı, van. İndi məsələn İrəvan deyirik, Yervan ya Kəndivan, orada ucalıq anlamında kullanır, uca kənd ki bunları da ötürək bayraq açıqladı. Bununla ek olaraq ki orada məsələn ucalıqdan yetişir ban görməyə, didban, yəni o işi çox görür, hər şeyə hakimdir. Ya məsələn nicəhban, niqah, ban, van, həmən bu vandır da. Çünki dəri dilinin bütün əkləri Türkçədəndir. Bu əklər dərini ortaya çıxaldı.